Təsəvvür et, hər gecə içki içən bir gənc var idi. Amma yatmazdan əvvəl tanımadığı bir dul qadının qapısının altına cibindəki bütün pullarını qoyurdu. Bu gerçək bir hekayədir və böyük bir ibrət daşıyır. Sakit bir məhəllədə yaşayan bu gənc hər axşam dostları ilə meyxanada içki içir, özünü itirəcək dərəcədə sərxoş olurdu. Amma evə dönərkən hamıdan gizli bir iş görürdü. Evə yaxınlaşanda yoxsul dul bir qadının, uşaqları ilə yaşayan qadının qapısı önündə dayanır, cibində nə qədər pulu qalıbsa sayır və hamısını səssizcə qapının altından içəri itələyirdi. Qapını döyməzdi, adını da yazmazdı. Dul qadın isə hər səhər bu pulları tapar, sevinç içində göz yaşları ilə qucaqlayaraq dua edərdi. Allahım, bu insana hidayət ver və onu yaxşılıqla mükafatlandır. Bütün bu xeyirxahlığına baxmayaraq gənc namaz qılmazdı. Deyərdi, hidayət Allahdandır. Bir gecə dostlarının yanına gedərkən qarşısına ağsaçlı bir qoca çıxdı. Ona mərhəmət dolu baxışlarla baxaraq dedi, oğlum içki haramdır və hər pisliyin başlanğıcıdır. Ondan uzaq dur, peşman olarsan. Gənc bir anlıq dayandı, düşündü və o gecə getməməyə qərar verdi. Evdə oturarkən bir telefon zəngi aldı. Dostları dəhşətli avtomobil qəzası keçirmiş və hamısı yerindəcə vəfat etmişdi. Qanı dondu. Hiss etdi ki, Allah onu qoruyub, ona ikinci bir həyat şansı verib. O gecə illər sonra ilk dəfə dəstəmaz aldı, namaza durdu və ağlaya-ağlaya ibadət etdi. Özünə söz verdi ki, bir daha içkiyə toxunmayacaq. O gündən sonra tamamilə dəyişdi. Mərhəmətli, imanlı bir insana çevrildi. İnsanlar onu səxavəti və inancı ilə tanımağa başladılar. Onun hekayəsi isə həmin məhəllədə ibrətamiz bir əfsanəyə çevrildi. Allah kimə doğru yolu göstərmək istəsə, ona yollar açar.